Ben Esmira Ağayevəm və bugün sizinlə ev təmizliyi vlogu edəcəyik. Evdə yemək bişirmək və s. Bugün ev günü elan edirəm, ona görə ev işləri görürəm. Bugün yemək bişiririk, ev işləri görürük, ev təmizliyi və s. Hətta videonun ortasında elə bir şey baş verdi ki, ilk dəfədə bəlkə də mənim ağlamağımı görəcəksiniz. Dedim, nə edim? Airfryer sağ olsun, çox asandır. Ona görə toyuqla göbələk aldım, toyuqla göbələk eləyəcəm. Əlavə qarnir eləyə bilərdim, amma istəmədim nəsə. Düşündüm ki, toyuq bomba yeyir. Keçən gün Narminlə bizdə belə pripravalar almışdı. Çox dadlıdır bu arada. Mən də gərək bitəndən sonra alım. Belə ev işləri görəcəyik. Bugünkü vlog çox maraqlıdır. İlk dəfədir bu formatda, yəni 20 dəqiqəlik vlog edirəm. Ona görə inanıram ki, siz də beğenəcəksiniz. İnanırsınız ki, videonu çəkənə qədər düşünürdüm ki, necə edim ki, təmiz görsənsin. Sonra da dedim ki, necə var elədi, fikirlərinizi yazarsınız. Bacardığım qədər təmiz göstərməyə çalışırdım. Sadəcə mən elə şeyləri sevmirəm. Düşünürəm ki, necə varamsa elə olmam daha yaxşı. Burada Teymur necə göründüyünü deyir. Yəni deyir, necəyəm? Mən deyirəm ki, bomba kimisən. Sonra da qayıdırıq ev işlərinə. Qaynanam neçə vaxt deyir ki, airfryer üçün belə bir kağız var, xüsusi kağız. Onu al, onun içində çox rahat ilinmək. Doğrudan mən neçə gündə airfryer yuyuram. Heyf deyil, kağızda elədin, sonra kağızı tulladım. Düzdür, airfryer için təmizləmək lazımdır, amma kağızı çox rahatdır. Hətta mən YouTube'da falan, TikTok'da falan videolara baxıram ki, içində keks eləmək olar, belə fərqli şeylər olmalı. Onlar da denəyəcəm. İndi artıq yemək bişir və videonun əvvəli artıq hazırdır. Mən airfryer almışam bu arada. Hansı ki yeməklər bişirir. Mən ümumiyyətlə yemək bişirməyi sevmirəm. Səs gəlir. Kalonka qoydular yemək. Mən ümumiyyətlə ev pişirməyi sevmirəm. Evdə yemək bişirməyi sevmirəm. Yemək bişirməyi sevmirəm bilirəm. Ona görə airfryer mənim işimi tam görür. Belə də yəni yüngülvari ləzzət çəkmək lazımdır, sonra da hazır olur. İndi o göbələkləri eləmişəm, qoymuşam. Bilməm göbələk necə olacaq orada. İndi onu yoxlayacağım. Bir göbələk qaz deyirsən və bir qəşəng olur. Belə bir şey almışam, pişirmə kağıdı 100 dəfə göstərdim videoda. Qəşəngdir məncə. Pişirmək üçün nəsə airfryerdə pişirmək olur. Bu arada 8 Mart'a hədiyyə aldım. Özümə biraz da kocam sağ olsun, dəstək olur. Mən Teymurun ümumiyyətlə mən nəsə eləmək istəyəndə ağlıma dəli fikirlər gələndə deyirəm ki, Teymur telefon almaq istəyirəm, Teymur kamera almaq istəyirəm. Teymur deyir ki, hansı baxım, okey. Yəni Teymurun okeyi mənim üçün böyük hədiyyədir. Ona görə özümə 8 Mart'da bomba hədiyyə aldım. Hələ hədiyyəm gəlməyib. Hədiyyəm 14 Mart gələcək. Bakıdan bizim tanışla belə deyim, papanın dostunun oğlu hansı ki bizə bura köçməkdə kömək elədi. O gəlir 14'ü və o hədiyyəmi gətirəcək. Amma hədiyyəm artıq hazırdır. Görək göbələklərdən nə pişir. İstəyirəm indi gedək bir dənə toyuğu qoyum, otaqları yığışdırım, pasteli dəyişmək istəyirəm. Əslində vlogu da deyirəm maraqlı olur, amma heç axadım yoxdur. Ona görə çox kimi otağı yığışdıracağım. Evləri sənə pürsüzlamışam əslində, amma dedim ki, sizinlə belə bir maraqlı video çəkim, vlog çəkim. Bu formatda. Aha göbələk pişir. Göbələyi əslində göbələyə su verir də. Bilirsiniz, su verdiyi üçün də ola bilsin ki, suludur indi. İndi baxacaq görək necə alınıb. Uzağa bir dəfə də qoyacağım. 8 dəqiqə qoymuşdum. Bilmirəm 8 dəqiqə göbələk pişir. Hazırsın. Oh my god. Bence bu yeni qoyulmalıdır. Ay Allah. Belə qoyaq. Bir dənə də belə. Pişəndə ki, getdik sizinlə otaqları təmizləməyə. Mən sizə hələ mini room tur çəkməmişəm. Evimin mini room turunu və ümumiyyətlə evim mini olduğu üçündürəm. Evdə yəni təmizləyəmək lazım. Neçə zamandır deyirəm ki, onu təmizləyəcəm. Orada papaqlar, kutkalar, geyinmədiyimiz hər şey orası. Onu eləmək lazımdır. Evim küçüktür, amma çox qəşəngdir. İndi buranı yığışdıracağım. Burada davamlı şəkildə hər gün buranı yığışdırıram. Oranı bu arada təzə almışıq polkadır və orada balıqlarımız var. Kiçik yorum tur olar eləməyim. Belə, bu arada yeni də bunları eləmişəm divan üstündə. Sizə şərt deyil eləmək. Burası sarı yəni çox yorurdu. Bura gələndə də düşündüm. Bu evi seçəndə yeganə tərəddüd elədim ki, bu divanın rəngi idi. Halbuki yaraşır, pis deyil. Bir də bu meblin çox olmağı, yəni otaq elə bilir ki, daha sıx görsənir, daha balaca görsənir. Belə. Mən ev təmizliyi vlogu ilk dəfə də çəkirəm. Yəni çox da təmizlik deyil, sadə gündəlik təmizlikdən gəlir söhbət. Amma mən istəyirəm ki, ümumiyyətlə YouTube'da daha fərqli bir şeylər edim və sadəcə doğrudan bütün həyatımı sizinlə bölüşüm. İnanıram ki, sizə də maraqlı olar. Əgər maraqlı olacaqsa, rəylərdə yazın fikirlərinizi. Nə düşünürsünüz bu barədə? Ümumiyyətlə mənim gündə həyatımı görmək istəyirsiniz. Göstərmişkən mini, balaca otağımdır bu arada. Çamadanları oraya qoymuşuq çünki yer yoxdur. Yatağın altı qalxır əslində. Amma orada yerləşmiş çünki çamadanlar çox çamadanlar çox köşdür. Belə çıkılı bir yerde orada bir çıkıltımbuç kalmışam. O polisosumdur. Balaca otağımdır. Size bir mini tur, room tur borcluyam. Göre göbələklərimiz nə yerdədir. Yerləri yığışdırdıq. Prinsipi okeydir. Burada təmiz oldu. Yəni qaldı stol üstü silmək. Okeydir. Balaca yaşamaq əladır.
Estağfurullah. Bizdə balaca bir pələkan var. Bu hər yerdə ora-ora gəzir. Çünki boyum çatmır və hündür şkaflara onunla qalxdığım üçün o hər zaman buradadır. Nəysə, dadına baxmaq zamanıdır. Baxaq dadına. Görək göbələklər necə alınıb. Pişər də day. Bu qədər saatdır. Bu vərək altda çox əyladır. Çiğdə. Məncə çiğdə. O büyüyək. Bir ki bu biraz daha güçlü şey var. İnşallah çiğ yiyəndə işin olur. Biraz bir alacağım. Əziz çəkəcəksəm. Toyuq kimi pişir. Görən nə olur. Sonra isə toyuqları qoyacağım. Belə. İşim yoxdur. Balaca evdə onun önüne olur. Video çəkmişəm. Bugün bir reels çəkdim. Biraz danışa bilərik sizinlə. Deməli, dünən TikTok'un Direct'ini kəşf eləmişəm və dünən mənə sən demə indiyə nə qədər yazanlar var imiş Direct'də, yəni çox üzr istəyirəm. Görməmişəm mesajları, baxmamışam və ciddiyə almamışam TikTok'un Direct'ini, amma nə qədər mesaj var, nə qədər təlimimə yazılmaq istəyənlər var, nə qədər İzmirə gəldim deyə mənə burada salamlayanlar, Bucada qalanlar, ümumiyyətlə İzmirdə və Türkiyədə qalanlar var, nə qədər insan yazıb və doğrudan da bunu yeni kəşf etdim və artıq onlarla da danışıram. Doğrudan da sosial şəbəkə çox qəribədir ki, TikTok'da tamamilə fərqli auditoriyam var və onlarla danışırsan tamamilə fərqli insanlardır. Bir Instagram'a keçmirlər onlar. Instagram'da da həmçinin tamamilə fərqli insanlar var, hansı ki TikTok'da səni izləmirlər. Belə bir yeni şey kəşf etdim, çox qəribədir. Amma çox ayladır, yeni auditoriya ilə danışmış oluram. Belə, burada da YouTube üçün çox önəmlidir mənim üçün. Əgər videomu izləyirsinizsə, videomu bəyənirsinizsə və ya hər hansı bir yeni nəsə istəyirsinizsə, deyirsən ki, bu mövzuda isə video çək, rəylərə yazın və ümumiyyətlə səhifəmə dəstək olun, abunə olun, rəylər yazın, like edin. Mənim üçün çox önəmlidir. YouTube mənim arzumdur və YouTube'da doğrudan da uğurlu bir nəticə göstərmək istəyirəm, almaq istəyirəm. Ona görə də sizdən istəyim, xahişim odur ki, əgər videomu izləyirsinizsə, əgər bəyənirsinizsə, bu formatda videoları və məni o zaman unutmayın like eləməyə, dəstək olmağa, bölüşməyə və nə edirlərsə elə eləməyə. Çünki Instagram və TikTok'da artıq öz sözümü deyən biriyəm, amma YouTube mənim üçün yeni bir şeydir. Shortslarla 22.000 abunə yığmışam. Burada olan izləyicilərdən bilməm kimlər indi sizdən uzun videolardan gəlib, amma uzun videolardan da gələn izləyicilərim var son zamanlarda. İstəyirəm çox, misal üçün 10.000 izlənmə istəyirəm bir videoda, amma əlbəttə ki daha çox istəyirəm. 100.000 və s. İnşallah hamısı olacaq, əminəm. Bu formatda gedək, baxaq görək yeməklər bişdimi. Bir də oturum izni ilə bağlı gələn suallara qısa cavab vermək istəyirəm. Belə danışmamışam sizlə. Oturum izninə gələndə, alamaq istəyəndə ümumiyyətlə, mənim isə tövsiyəm yəni özünüz edə bilirsinizsə edin, dokumentləri də, sənədləri hazırlamaq. Edə bilmirsinizsə verin pul. Biz və 300 manat vermişdik sığorta bir yerdə. Bütün sənədlərimizi nə lazımdır bizə dedilər. Bunu elə. Misal üçün Nərgiz də bizim uşağımız 5 yaşı olduğu üçün onun təsdiqi üçün bizim uşaqdır və burada yaşamalıdır. Apostol sənəd lazım idi. Bizim evlilik haqqında şəhadətnaməmiz və Nərgizin doğum haqqında şəhadətnaməsi. Onlara tərcümə təsdiq apostol etmək lazımdır Bakıda. Onu burada ya da ki İstanbulda eləmək lazım idi. Çünki burada yoxdur. Nə deyirlər ona? Pasportda yəni yoxdur burada. Azərbaycan Cümhuriyyəti rəyləri yazın. Bu formatda ona görə biz onu etdik. Bütün dokumentləri hazırladıq. Şəkillər çəkmək lazımdır. Sırf oturum izni almaq üçün şəkillər çəkilir belə balaca. O formatda sırğan falan çıxardırsan, qulağın falan görsənməlidir. Şəkil çəkirsən, hər şey bütün səhətlər hazır ondan sonra gedirsən, növbəni gözləyirsən. Növbəni gözlədikdən sonra gedirsən yenə. Bir də bu arada bütün sənədləri, misal üçün biz 3 nəfər idik, 3 dəfə tərcümə, yəni kopyalamaq lazımdır. Bəzi sənədlər var, hansılar ki, yenə deyirəm, deyirlər sizə. Ona görə çox önəmlidir ki, siz kimlənsə bu işi görəsiniz. Əgər özünüz də bilirsinizsə, lap əlavə. Əgər sual gəlirsə, demək ki, özünüz də bilmirsiniz. İstəsəniz yaza bilərsiniz, sizə nömrəsini verə bilərəm ki, mən kömək eləyib. Doğrudan da çox kömək oldu. Yəni artıq bilirdi nə etməliyik və hazır sənədlərlə getdik. Biz oraya gedəndə nə qədər hazır sənədləri olmayan insanlar vardı. Hansılar ki almadı, onay vermədilər onlara. Bizə amma rahat verdi. Çünki doğrudan bütün sənədlərimiz hazır idi. Adekvat normal insanlarıq. Bu formatda biz 1 illik aldıq oturum iznini və inşallah ki 1 ildən sonra baxarıq görə nə edirik. Belə yəni iş oturum izni deyil bu arada. Ona görə də yəni məncə kimlər ki almaq istəyir rahat ala bilər. Əsas odur ki sənədlər çox vacibdir. Akuratla qəşəng papkalarla sənədlər gətirin. Kuloklarda falan belə gətirməyin. Sənədlər gətirdilər belə qəribə sənədlər belə pis gündə falan. Elə eləməyin, o zaman sizdə də alınacaq.
İndi işıqla belə yeri gəlirəm videolar çəkmək üçün. Artıq göbələk yoxlamaq zamanıdır və inşallah ki göbələk alırım. Yəni bu rəngi belə olur, bilmirəm də, hər halda belə olmalıdır. Təbii pişməsən dayışım, toluyum getsin. Bunca pişirməm. Pis deyil əslində. Gedər. Bunu başqa bir qabı qoyum. Doldurdum. Və beyaz kartlı bir kağız var idi. İnternetdə görmüşəm ki, belə eləyirlər. Belə. Əslində biraz çoxdur toyuq. Yəni deməli oraya yerləşməyə bilər. Bir də burada göbələklər var. İndi onları bilmirəm. Qoysam toyuğuna su verəcək də çox güman. Biraz su verdi, qaynamışdı. Mən də qaynamışdım, istəyirəm qızarsın. Belə. Mən biraz elə şeylərdə zəifəm də, bilmirəm bax. Necə eləmək lazım ki, bu qaynamasın da, yəni siz necə? Neyse. Qoyuruq belə. Beləm. Tadam! Аккуратненько. Böyle değil. Toyuq. 20 dəqiqə göstərir. Qoydum bunu 20 dəqiqəyə. Əslində mən təmizlik etməyi çox sevirəm və təmizliyə də oradan çalışdığım qədər riayət edirəm. Evim balaca olmağına baxmayaraq tez-tez çirklənir. Xüsusən də bizdə yer ağ olduğu üçün nə oldu sırazu bilinir də. Yəni ona görə gün ərzində 2 dəfə flüs tuturam. Yəni hər gün bunu edirəm. Ən azından bir dəfə dəqiq edirəm. Və bu cür yəni hər gün evi təmizləyirəm əslində. Və biraz biz nəyin tərəfdarıyam? Hər şeyi arasa qoydum. Artıq görsənmirsə, göz önündə yoxdursa demək ki, təmizdir. Beləyəm. Siz necəsiniz? Yəni bu barədə, təmizlik barədə necəsiniz? Yəni mənim vloqum təmizlik barədə olmadığı üçün təbii ki, sadə gündəlik insan necə təmizlik sevir, elə bir şey edirəm. Yenə bacardığım qədər özüm üçün də yəni. Bu arada bu qazanı bizə burada tanışlarımız vardı. Türkiyədən köçdülər deyə evdə nə varsa onu verirlər. Qazanı götürdüm əslində. Yoxsa mən estetik şeylər alıram və estetik şeylər sevirəm və bu evə gələndən əsas da sevindiyim hisslərdən biri odur ki, cehizliyi seçmək olmur da, alıb verirdilər sənə. Amma burada 3 dənə, 4 dənə qab almışam, amma hamısı estetik və istədiyim kimi qəşəngdir. Bu dəsmallar məni nə bilim yorur da. Hər dəfə birini yuyuram. Ləkələri bu arada getmir. Yəni o dəsmallar təmizdir. Sadəcə o ləkələri normal olub belədir. Daha dedim yaxşı da video üçün bir şeylə, hətta qubqa ilə sarı dəsmal belə dəyişdim. Salfetlərə keçə bilmirəm. Mən o 97-ci ilin qızıyam da, yəni mənim üçün sarı dəsmal əladır. Bu arada mənə maraqlıdır, siz nə istifadə edirsiniz? Salfet yoxsa mənim kimi dəsmallar? Bu arada dəsmalların yazını qaydalarını göndərib, deyir ki, mən bilirəm sənin üçün ağ dəsmallar o deyil. Ağ dəsmallar ləkə qoy, sonra görsən rəngli bir şeylər göndərirəm deyir. Əslində mən nəsə yeyəndə və ya nəsə edən telefondayam. Hər zaman 24 saat telefonda nəsə edirəm. Burada da edirəm. Əslində mən öz iPhone-umla edirəm bunu, amma ki, hal-hazırda iPhone-la çəkiliş elədiyim üçün də qızımın telefonunda edirəm Infinix-lə. Tak, toyuğu yoxlayırıq. Oo, bu toyuq görə qəşəng bişirir. Toyuq. Şurada getdi o toyuq. Toyuğu çox qəşəng bişirir də. Bu da ona baxın. Gəl indi bunun dadına baxaq. Misal üçün bu toyuğu götürəyim. Sözüm yoxdur. Duz azdır. Duz azdır. Tuzluya bak göreyim. Duz azdır. Neyse. Bunu sonradan üstü isitmeye falan koyacağım. Bu arada yağ vurmamışım. Yazmışım. Abi göbələklər də qoyacaq sonra. İndi görəcəyiniz videonu bilsəz nə əziyyətlə çəkmişəm. Telefonu yapışdırmışam şkafa və hər dəqiqə yoxlayırım ki, düşməsin. Qabiyona gələndə bu arada burada bir çox evdə qabiyon da var. Amma bizdə qabiyon yoxdur. Əslində çox da olsa əla olar arada, amma çox da qabiyondan istifadə etmərəm. Və siz qabları yumağı sevirsinizsə yazın rəylərdə bilin. İndi vloqun ən maraqlı hissəsinə gəlirsiniz. Burada çox emosional bir şey baş verdi və onu sizinlə bölüşdüm. Əgər bununla bağlı fikirləriniz varsa bu arada rəylərdə yazın. Mənə də çox maraqlıdır fikirlərinizi oxumaq. Ev işlərini gördüm, rahatdır. Yemək hələ də qalıb orada. Dedim Teymur gələndə istərəm rahat yeyər. Buraları təmizlədim falan ki, əsas təmiz olsun. Evlərim təmiz olanda çox rahat oluram və artıq demək olar digər əsas sosial şəbəkə işlərimi görürəm. Bitirdim. Bir şey baş verdi və mən emosional olaraq
Ümumiyyətlə bütün arzularım yerinə yetdiyi üçün sonsuz minnətdaram. Özgə Ürək Bakıya gəlib və cama saatlarla gözləyib ki, onunla video çəksin və mənə video zəng yığsın və burada mən videonu paylaşacağım. Mən orada deyiləm. Amma buna baxmayaraq cama mənə video yığdı və video ilə salamlaşdı mənimlə. Səsi yoxdur təəssüf ki, musiqi iləndir. Çünki kayıt olanda səsi gəlmir. Amma çox, birinci çox şanslıyam ki, cama sən kimi bacım var. Sən mənim ürəyimsən. Mən çox emosional biriyəm. Çox, yəni hər şeyə sevincdə də ağlaya bilərəm. İndi gördüyünüz kimi. Yəni cama mənim ürəyimdir. Biz uşaqlıqdan 17 yaşımdan, yəni biz tək böyüdüyümüz üçün, tək mama ilə, papa olmadığı üçün biz o qədər birlikdəyik. O qədər yəni o qədər bir-birimizə bağlıyıq ki, bilmirəm, o mənim kimi ağlayan deyil hər şey. Mən prosta o qədər sevincdən, nə bilim, çox şanslıyım ki, onun kimi bacım var. Çox şanslıyım ki, bu qədər şeylər həyatımda baş verir və çox gözəldir. Saatlarla gözləyib ki, video göndərsin mənə, video ilə yığsın. Bundan əvvəl də cama ilə biz istəyirdik Türk orkestrına gelmək. Türk musiqiləri ilə orkestr gəlir Bakıya. Orada olmadığım üçün orada belə mənə video yığdı və 2 saata yaxın mən onunla videoda onu dinləyirdim. Onda da çox sevinirdim və ağlayırdım. Çünki sevincdən ağlayırdım ki, bu qədər gözəl şeylər baş verir həyatımda və sonsuz minnətdaram hər şey üçün. Burada videonu yükləyəcəm. Mənim də salamlaşdı. Səsi yoxdur, amma yenə də möhtəşəm emosiyalardı. Yəni, nə bilim, mən bir dəfə Mitroşna ilə Bakıda görüşəndə deyirdim. Gözlərim dolmuşdu, ağladım. Çünki arzularım yerinə yetəndə mən ağlayan biriyəm sevincdən. Bu qədər gözəl şeylər baş verdiyi üçün və sonsuz minnətdaram. Dedim, bunu sizə bölüşüm. Yine de inanmam sonsuz aşka gelip geçer. Sevda dedikleri kısacıktır ömrü. Bilen bilir adı kiraz mevsimi. Getirəm indi Nərgiz kanı götürməyəm. Uşaqda su aldım mıydı? Deyirəm, nakitim yoxdur. Nərgiz kanı gəlib götürüm. Sonra qayıdacağım evə. Ev işlərimi bitirdim. Başlayacağım vlogu yığmağa. Dünən vlog paylaşdım əslində. Sabaha çox güman paylaşaram bunda. Nərgiz evdən uzaq deyil, yaxındır. Bakıca hardasa 10 dəqiqə də ayaqla. Bəlkə də daha tez. Biraz düz yol gəlsən. Orada hardasa olmalıdır. Belə hava çox qəşəngdir, çox. Bugün hava möhtəşəmdir. Qəşəng isti, belə külək var. Belə. Adamın lap ya mopedi olar, ya motosikli, ya da velosiped heç olmasa, demirəm, skuter, maşın olmasa belə, heç olmasa nəsə. Bu yolu peşkom gəlməmək üçün, amma yenə də gəzirəm də, addımlarımı çox aldıram. Bura gələndən o qədər addım edirəm ki, Bakıda heç o qədər gəzməmişəm. Bir də burada da evdən çıxmasam belə möhtəşəmdir, yəni. Əhvalın əladır, hava əladır, hər şey bomba kimidir. Ümumiyyətlə pis şeylər düşünmək lazımdır. Belə bax, velosipedlər var. Gördün? Alırsan, hətta onlar kiraya götürülür, deyəsən burada. Belə ellərə baxın. Alanya, Antalya'dır. Hər yerdə Türk bayrağı. Oy, yoruldum. Deyə çatdım Nərgiz kan bağçası. Qabağdadır. Zilə basacağım. Əsə Teymur götürə bilərdi. Dedi, mən götürüm. O da yarım saatı götürəcəkdi. Əslində biz Nərgizi yarı gün veririk Bakıya. Birdən 4'e kimi olmalıdır, amma sonradan dedilər ki, səhər antrenmanlarını bıraxmasan tez gətir. Sonra da dedilər ki, nə vaxt sən get, nə vaxt sən apar, sağ olsunlar. Bakıcasından bu arada 333 manat verirəm. TL ilə 7000 TL. Nərgiz kan müəlliməsi deyib ki, Nərgiz kan Türkçe çox qəşəng danışır, hə Nərgiz? Nərgiz danışsaq Türkçe. Nasılsın? Nasılsın? İyiyim, sen nasılsın? İyiyim, sen nasılsın? Sen iyiyim. Belə Nərgiz kan müəlliməsi Nərgiz kan təriflədi, dedi çox qəşəng, hər şeyi tez götürən uşaqdır və Türkçe çox qəşəng danışır dedilər. Oturmuşam, pəncərəni açmışam. İstidir bir yerim.
Banana. Tıklarsan ha. Tıklarsan dur. Şimdi. Oh my god. Nasılsın? İyiyim. Sen nasılsın? İyiyim. Aa. Anneciğim, babacığım. Efendim aşkım. Babacığım. Ay canım. Babacığım. Babacığım ben anneciğim. Babacığım sen. Maçı. Dişlerine var Nergiz'in. Yani ben Nergiz'in Bakıdaki diş həkimlə sonsuz minnətdaram, sonsuz. Naylan doktor uşaq həkimlərin arasında nömrə 1-dir də mənim üçün. Yəni o qadın bunun uşağın dişlərini, Nergiz'in dişlərini burada alınsa, əvvəl sonrasını tapıb paylaşacağım sizə. Halaldır onu, halaldır. Yəni mən orada yaxşı elədim. Öz dişlərimi də, uşağın dişlərini yaxşı elədim. Vlogun sonuna geldik. İndi sizden bir şey isteyeceğim yine. Sayfaya abone olun. Mütləq videonu dostlarınızla paylaşın, bölüşün, like edin, rəylər yazın və dəstək olun. Dəstəyiniz mənim üçün çox önəmlidir. Öpürəm sizi.